Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 80 illik yubileyi münasibətilə Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyası 80 il elmi xidmətində mövzusunda elmi konfrans keçirilib. Tədbirdə AMEA-nın Gəncə bölməsinin sədri akademik Fuad Əliyev, Gəncə Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü professor Vaqif Novruzov, Texnologiya Universitetinin professoru Əhəd Nəbiyev, Azərbaycan Dövlət Aqrar Universitetinin Tarix Elmlər üzrə fəlsəfə doktoru Dosen Sevda Abdullayeva, eləcə də digər alimlər və gənc tədqiqatçılar iştirak ediblər. Konfransda professor İbrahim Cəfərov AMEA-nın tarixinə bir nəzər mövzusunda çıxış edib. O, akademiyanın yaranma tarixi, ölkənin elmi həyatında tutduğu əhəmiyyətli mövqe, əldə etdiyi nailiyyətlər və gələcək inkişaf perspektivləri barədə məlumat verib. Akademik Fuad Əliyev AMEA Gəncə bölməsinin tarixi, formalaşma yolu mövzusunda çıxış edərək bölmənin məqsədləri, elmi istiqamətləri və regional elmi inkişafına verdiyi töhfələrdən danışıb. O, gələcək fəaliyyət prioritet elmi əməkdaşlıq imkanları və gənc tədqiqatçıların elmə inteqrasiya istiqamətində görülən işləri diqqətə çatdırıb. Professor Vaqif Novruzov elmi kadrların yetişdirilməsində AMEA-nın rolu mövzusunda çıxış edərək akademiyanın elmi məktəblərinin formalaşması, kadr hazırlığı prosesləri və təcrübə mübadiləsi imkanları barədə iştirakçılara məlumat verib. Tədbirdə AMEA-nın regional elmin inkişafındakı rolu, ali təhsil müəssisələri ilə elmi əməkdaşlıq, təhsil sistemində elmi mövqeyi və gənc alimlərin elmi fəaliyyətə cəlb olunması məsələləri müzakirə olunub. Murad Adiloğlu, Səs TV, Gəncə.